Novruz geldi, yaz geldi. Bunu bildik. Hoş geldi, sefa geldi. Aygün Hanım yadımıza saldı. Çok sağ olun. Çok sağ olun. Ama indi bir mesele var. Novruz gelmeyene gelip, yaxşı Novruzda neynərlər? Heç nə, Gəlib Novruz. Allah'ın olandan qoyarlar pendir çöydən ne tapdı. O heç, Allah bütün süfrələri bol eləsin. Ben deyirəm, yəni Novruzun şən oyunlarından biri belə adlanır bu günləri. Novruzda neynərlər? Hə, Novruzda ne inerler? Belə bir sual hər birinizə təqdim olunacaq və suala qısa, tez cavab verilməlidir. Və söz yox ki, belə əziz bir gündə, təntənəli gündə, milli bayram bir günündə milləti daha da birliyə, həmrəyliyə dəvət eləyərlər. Amma üzr istəyirəm sizin hamınızdan belə bir gündə şərti olaraq oyunun namına sizi tərəflərə bölürük. Qorxmaz tərəf olur sağ tərəf, Ramiz tərəf olur sol tərəf. Mikrofonla hər birinizə yaxınlaşacağıq. Çalışın, bir daha yadınıza salıram. Aydın, qısa, lakanik, mənalı cavablar verirsiniz. Novruzda neynərlər? Diqqət! Diqqət! Başladı! Mən başladım. Mən səndən böyüyəm, qoy mən yaxınlaşım. İlhamə xanım Quliyev, hörmətli müğənnimiz Novruzda neynərlər? Küsülü sevenler mütləq barışarlar. Sevməyənlər barışmamalıdır deməli. Çox sağ olun. Mirzə müəllim, nə inerlər Novruzda? Azərbaycan xalqının təzə ili olduğuna görə hamını təbrik etmirəm. Çox sağ ol. Milləti təbrik edin.